Herkese salam, kanalıma xoş gəlmisiniz. Zəkalı addımlar layihəmiz çərçivəsində məntiq dərslərimizə qaldığımız yerdən davam edirik. Bugün yenə Orxan Bəyovun 1-ci sinif məntiq kitabından puzzlelar bölməsini izah edəcəyəm. Keçid edirik dərsimizə. Buyurub izləyə bilərsiniz. Uşaqlar, puzzle tapmağın sirlərindən biri də ondan ibarətdir ki, biz əsasən kənarlardakı çıxıntılara və boşluqlara baxmalıyıq. Baxın, çıxıntılara, boşluqlara, bunlara mütləq diqqət eləməliyik. Rəng uyğunluğuna da mütləq şəkildə diqqət edin. Baxırıq birinci tapşırığımıza. Bizdə fil rəsmi verilib. Filin bir hissəsini tapıb yerinə qoymalıyıq ki, şəklimiz tamamlansın. Baxırıq, filimizin bir gözü var, düzdürmü? Digər gözü isə yoxdur. Artıq biz buradan bilirik ki, cavablardan birində göz olmalıdır. Baxırıq ki, bəli, burada A cavabında göz var. Görürsünüz, çıxıntılara baxın, künclərdəki çıxıntılara, kənarlardakı çıxıntılara hamısına diqqət edin. Küncdəki baxın, qulağın içindəki baxın, rəng burada bir qismi qeyd olunub. Deməli, doğru cavabımız A-dır. Digər cavablar ola bilməz. Ona görə ki, qulaqlarımız yerindədir. Ayaqlarımız da yerindədir. Keçirik ikinciyə. İkincidə bizə dairə içərisində bir mələk rəsmi qeyd olunub. Biz indi bunu tapmalıyıq. Bədəni, ayaqları və qənədinin bir hissəsi qeyd olunmuşdur. B cavabında mələyimizin başı hissəsinin bir qismi. C cavabında isə əli qeyd olunub. Əlində deməli sehirli çubuğunu tutmuşdur. Baxırıq ki, bizdən bu hissəni soruşmur. Çubuq yerindədir, əlindədir. Bizdən soruşur. Biz rəsmə baxanda görürük ki, mələyimizin nəyi çatışmır burada? Bədən hissəsini və ayaqları yoxdur. Deməli, doğru cavabımız A olacaq. Həmçinin də biz axı demişdik, puzzle'larda ən çox diqqət elədiyimiz məqamlardan biri kənarlara, çıxıntılara baxmağımızdır. Baxın, biz elə bir şəkil tapmalıyıq ki, onu gətirib bura yerləşdirəndə uyğun olsun. Baxın, bu şəkil də belədir. Kənarlarına baxın, görürsünüz. Eyni buradakı kimidir. Burada dairəmizin oval olan hissəsidir. Həmçinin şəklimiz də qənədin bir hissəsi, baxın, buradadır. Mələyimizin qolunun bir hissəsi buradadır. Bədən hissəsi və ayaqları. Deməli, doğru cavabımız A cavabıdır. Keçirik üçüncüyə. Üçüncüdə bizdən nəyi soruşur? Deməli, bizə qoyub qabın içində tortdur. Tortun bir hissəsi yoxdur. Daha sonra bizdən soruşur rəsmdə. Deməli, bir qabdır. Yenə qabın qapaq hissəsinin bir qismi yoxdur. Baxın, sol tərəfdən. Biz indi cavablara baxırıq. A cavabı bıçaqdır. Bıçağımız yerindədir. Deməli, A cavabı olmayacaq. Artıq ona baxmırıq. B cavabına baxırıq. B cavabında bizə deməli, qabımızın aşağı hissəsi qeyd olunmuşdur. Lakin burada oxlo qeyd olunmuşdur. Görürsünüz? Xəmir yaymaq üçün istifadə olunan. Görürsünüz? O isə şəkildə olduğu kimi yerindədir. Bizdən onu soruşmur. Ona görə B cavabı da deyil. Doğru cavab C-dir. Baxın, həm tort qabımızın alt hissəsindən baxın. Şəkillə üzbəyüz dayandıqda sağ aşağı küncdə eyni C cavabındakı kimi. Burada da deməli, qabımızın qapağını soruşur. Baxın, gözünün də bir qismi, baxın, burada var. Deməli, şəkillə üzbəyüz dayandıqda yuxarı sol küncü soruşur. Baxın da qapaq hissəsi, gözünün də
üzərindəki baxın. Baxın gözünün üzərindəki qaşı burada qeyd olunub. Qapaq hissəsi. Doğru cavab C-dir. Keçirik digər rəsmə. Digər rəsmdə də meymun şəkli qeyd olmuşdur və yenə bax, diqqət edirik kənarlara, çıxıntılara. Baxın bizdən nə soruşur. Meymunun hansı hissəsi yoxdur? A cavabında quyruq hissəsini qoyub, bir qism də bədəni. Quyruq yerindədir, deməli A deyil. Baxırıq C cavabına. C cavabında meymunun bir gözü və burun hissəsi qeyd olunmuşdur. Ağzının bir qismi. Amma biz baxırıq meymunun iki gözü də yerindədir. Deməli C cavabı da ola bilməz. Cavabımız B cavabı olacaq. Çünki meymuzun deməli əlləri və ayağının bir qismi yoxdur. Deməli doğru cavab B-dir. Həmçinin kənarları da diqqət etsək görəcəyik ki, baxın, çıxıntılara baxın kənarlarda. Gördünüz? Doğru cavab B-dir. Keçirik 5-ci tapşırığa. Bizdən soruşur. 2 dənə sual verir. Baxın. Şirin yuxarı hissəsi və şəkillə üzbəüz dayandıqda sağ ən aşağı künc. Görürsünüz? Bu iki yeri soruşur bizdən. Baxırıq cavablara. B cavabında şirin gözü var, düzdür? Bu cavab olmayacaq. Çünki şirin iki gözü də yerindədir. Artıq biz B cavabına baxmırıq. Diqqət edirik C cavabına. C cavabında şirimizin əlləri qeyd olunub. Baxın. Şirimizin iki ön pəncələri var. Şəkildə də ön pəncələr yerindədir. Bizdən soruşmur. Ona görə də biz onu qeyd etmirik. Artıq C cavab da düz deyil. Baxırıq A cavabına. Bəli, bizdən soruşur. Şirimizin, baxın, baş hissəsini tamamlamaq üçün yenə kənar çıxıntılar eyni qaydadadır. Baxın. Birinci rəsmimiz uyğun gəlir. Keçirik ikinci rəsmimizə. Bəli, şirimizin arxa pəncələri də burada qeyd olunmuşdur. Doğru cavab A-dır. Keçirik 6-cı tapşırığa. Burada bizə balaca bir it şəkli verilmişdir. Diqqət eləyəndə gözümüzə çarpan odur ki, itin bir gözü yoxdur. İndi isə cavablara baxırıq. Aha, burada bizi çaşdırmaq istəyirlər. Baxın, A cavabı, B cavabı və C cavabına. Hər ikisində itin gözləri qeyd olunmuşdur. Baxın. Amma biz çaşmırıq. Kənarlara mütləq şəkildə diqqət etməliyik. Baxın kənarlara. Bax, B-yə baxın kənarlarına. Yuxarıda çıxıntı var. Yanda çıxıntı var. Aşağıda çıxıntı var. Şəkildə də eyni qaydadadır. Lakin biz B cavabını bura gətirib qoysaq, çıxıntılara uyğun, bu düzgün olmayacaq. Baxın, nə olsun göz var, çıxıntılar da uyğun gəlir. Lakin diqqət etsəz görərsiniz ki, göz tərsinədir, qaş aşağıda qeyd olunub. İtin gözünün üstündə olmalıdır qaş. Həmçinin də qulağının bir qismi də yenə aşağıda qeyd olunub. B cavabı deyil, C cavabında da baxın kənar çıxıntılara. Burada yuxarıdakı çıxıntı yoxdur. Yalnız iki çıxıntı var. Bu da uyğun deyil. A cavabı tam uyğundur. Həm 3 dənə çıxıntımız öz qaydasındadır. İtimizin gözü və üzərindəki qaş, burnunun bir qismi hamısı öz qaydasında. Qulağının da bir qismi buradadır. Doğru cavab A-dır. Biz onu əgər gətirib bura qoysaq, şəkil tamamlanmış olacaqdır. Keçirik 7-ci tapşırığa. 7-ci tapşırıqda bizdən soruşur. Deməli, rəsmlər vermişdir. Burada çiyələk rəsmidir. Sarı rəngdə bibər rəsmidir. Daha sonra isə narıncı rəngdə bibər rəsmidir və kələm rəsmidir. İlk soruşur sarı rəngi. Baxın, üçbucaq fiquru qeyd olunub. Cavablarda da sarı rəngdə üçbucaq olmalıdır. Birinci cavab, bəli.
A və B hələ ki uyğundur. Baxırıq, ikinci soruşduğu rəsmdə isə bizə kvadrat şəkli çəkib və narıncı rəngdə rəsmdir. Narıncı rəngdə kvadrat tapmalıyıq ki, şəkil tamamlansın. Baxın, deməli, üç bucağımız sarı rəngdə, narıncı rəngdə isə kvadratımız var. Cavablardan A cavabı uyğun cavabdır. Çünki sarı rəngdə üç bucağımız və narıncı rəngdə kvadratımız vardır. Keçirik 8-ci tapşırığa. Bizdə burada hamburger vermişdir və bizdən soruşur. Baxın, üç bucaq yenə qeyd olunur. İkincidə isə kvadrat. Biz rəsmlərə baxırıq. İlk rəsmimiz üç bucaq, digər rəsmimiz isə kvadrat olmalıdır. Baxırıq, 2 kvadrat uyğun deyil, bir dairə, bir üç bucaq uyğun deyil. Həm şəkillər olaraq uyğunluq var, çünki hamburgerimizin bir gözü var, bir gözü yoxdur. Kvadratı da soruşduğu üçün burada qeyd olunan kvadratda həm pendirlərin bir qismi var, həm hamburgerimizin ağzı və göz hissəsindən də burada bir qismi var. Həm də kvadrat olduğu üçün uyğundur və ilk olaraq da üç bucağı soruşur. O da öz qaydasında. Doğru cavab A. Birinci rəsmdə bizdən baxın soruşur. Deməli, şəklə baxarkən ilk gözümüzə çarpan pələng rəsmidir. Balaca bir pələng rəsmi qeyd olmuşdur və bizdən pələngin iki hissəsini soruşur. Biz hansı hissələri yerinə qoysaq şəkil tamamlanmış olacaq. Baxırıq cavablarımıza. A cavabında pələngimizin baş hissəsi və qulaq hissəsi var. Rəsmdə də baxırıq, baxın bu hissəyə. Görürük ki, pələngimizin bir qulağı var, digər qulağı yoxdur. Deməli, bu rəsm uyğundur. Keçək ikinciyə. İkincidə baxırıq, pələngimizin bir gözü var, digər gözü isə yoxdur. Deməli, ikinci şəklimiz də mütləq gözlə olmalıdır. Deməli, doğru cavab A cavabıdır. Baxın, A cavabında həm pələngimizin baş hissəsi, qulaq hissəsi var, həmçində gözünün üzərindəki qaş var. Baxın, qaş da burada qeyd olunur. Başının bir qismi, qulağı. İkinci rəsmdə isə pələngin gözü və digər gözünün kiçik bir hissəsi də qeyd olunmuşdur. Burnu da həmçinin öz yerində. Doğru cavab A-dır. Keçirik ikinci rəsmə. İkinci rəsmdə yenə bir mələk qeyd olunub və mələkdən iki hissəni bizdən soruşur. Deməli, bu dairəni belə deyək, təsəvvür edin ki, bir pizzadır və onu dilimləyiblər. Baxın, dilimlər necədir? Görürsünüz? İndi biz o formanı tapıb yerinə qoyacağıq. Baxırıq mələyimizə. Mələyimizin nəyi yoxdur? Bəli, baş hissəsi natamamdır. Cavablarımızdan eləsini seçməliyik ki, o baş hissəni tamamlasın. Digər hissə isə mələyimizin bədən hissəsinin bir qismi, əsasən burada baxın, qanadları və ayağının bir qismi yoxdur. Baxın şəkillərə. Görürsünüz, baxın, məsəl üçün C cavabında mələyimizin baş hissəsi var, qanadları var, bədəni və kiçik bir ayağının hissəsi var. A cavabımızda da mələyimizin baş hissəsi var, eyni C-dəki kimi. Lakin digərdə, baxın, diqqət edin, digər heç bu kəsmə uyğun da deyil. Baxın, forma olaraq, baxın. Həm də rəsm də uyğun deyil. Baxın, B cavabı da eyni qaydadadır. Baxın, C cavabına. Görürsünüz, ikinci hissənin kəsimi həm şəkilləri uyğundur, həm də kəsimin özü də, baxın, bura uyğundur. Görürsünüz, necə rahat. Doğru cavab C-dir. Keçid edirik üçüncüyə. Üçüncüdə bizdən balaca bir, deməli, dovşan şəkli verib. Dovşanımızın iki hissəsini yenə qeyd eləməyib.
Baxırıq dovşanımıza. Gözü, aha, ikinci gözünə baxırıq ki, alaca bir qisim yoxdur. Deməli, biz artıq buradan bilirik ki, rəsmlərimizin birində biraz göz olmalıdır. İkincidə isə ön pəncələri var. Arxa pəncələrinin də uç hissəsi yoxdur. Deməli, bizə nə lazım olacaq? Göz və arxa ayaqları. Doğru cavab A-dır. Baxın, gözündən bir qisim, arxa ayaqları da yerində. Doğru cavabımız elə A-dır. Keçid edirik dördüncüyə. Dördüncüdə bizə A şəkli vermişdir. Baxın, A şəklində görürsünüz, ayımızın birinci hissədə qaşı yoxdur. Baxın, ikinci hissədə gözü yoxdur. Birinci hissədə qaşının bir qismi, ikinci hissədə gözünün biri yoxdur. Gördünüz? Deməli, bizə lazımdır. Rəsmlərə baxırıq. A cavabında 2 göz verilib. Halbuki bizim bir gözümüz var. A cavabı doğru deyil. B cavabında bir göz verilib. Lakin gözün istiqaməti şəkillə üzbəüz dayandıqda soldan sağa doğru baxır. Amma bizdə ayımız sağdan sola doğru baxır. Şəkillə üzbəüz dayandıqda. Deməli, bizdə sol göz lazımdır. Baxın C cavabına. Görürsünüz necə dayanıb. Həm bu oval hissə burada var, həm gözümüz sağdan sola baxır, şəkillə üzbəüz dayandıqda. Digər ikinci cavabda, baxın ikinci kvadratımızda qaşımızın biri buradadır, görürsünüz. Digər isə tamamlanan hissədir. Doğru cavabımız C cavabıdır. Biz C cavabındakı rəsmləri yerinə qoysaq, A şəklimiz tamamlanmış olacaq. 5-ci tapşırığımıza baxırıq. 5-ci tapşırığımızda ulduz rəsmi qeyd olunub. Baxın, ulduz rəsmində yenə 2 göz var. Gözümüzün birinin bir qismi orada qeyd olunmayıb. Daha sonra isə ulduz. Biz rəsmlərə baxırıq. Gözün bir qismi olanı tapmağa çalışaq. Görək hansı cavabda var. Sonra keçək digərlərini tapmağa. Baxırıq A cavabına. A cavabında 2 göz var. Bizdə 2 gözümüz yerindədir. Sadəcə olaraq bir gözümüzün bir qismi yoxdur. Demə A cavabına baxmırıq. Baxırıq B cavabına. Bəli, B cavabında baxın burada. İlk şəkildə elə gözümüzün bir qismi oradadır. Həmçinin də baxın yuxarıdan da küncdən ikinci rəsmdə də qaşın bir hissəsi qeyd olunmuşdur. C cavabına baxmırıq. Orada heç gözlərin heç biri yoxdur. Doğru cavab B-dir. Deməli, gözümüzün bir qismi var, qaşımızın bir qismi var. Şəkillə üzbəüz dayandıqda aşağı sağ küncdən olan bir hissəsi də burada qeyd olunmuşdur. Keçirik 6-cı tapşırığa. 6-cı tapşırıqda yəni kənarlara diqqət eləməli, fiqurlara diqqət eləməli, rənglərə diqqət eləməli, diqqət eləyirik. Həm fiqurlara, həm rənglərə, həm də şəkillərə diqqət eləyirik. Baxın şəklimizə. Deməli, ortada karandaş şəkli qeyd olunub. Bu karandaşın uc hissəsidir. Bu isə yuxarı hissəsidir. Deməli, elə bir rəsm seçməliyik ki, oradakı karandaşın ilk rəsm yuxarı hissəsi olmuş olsun. Baxırıq C cavabında var, A cavabında var, B cavabında yoxdur. Deməli, ümumiyyətlə B-yə baxmırıq. Keçid edirik ikinci şəkil. İkinci şəkildə karandaşımızın uc hissəsi qeyd olunmalıdır. Baxın, bu hissəsi. Əgər burada rəsm çəksək, karandaşın uc hissəsi. Baxırıq. C cavabında karandaşın uc hissəsi yoxdur. Lakin A cavabında karandaşın həm uc hissəsi var, həm də yuxarı hissəsi var. Fiqurlar da uyğun, kəsimlər, fiqurlar da uyğun gəlir. Deməli, doğru cavab A-dır. Keçid edirik 7-ci tapşırığa. Bizə burada hot dog rəsmi verilib. Biz tapmalıyıq. Deməli, diqqət edirik. Baxın fiqurlara. 3 bucaq, dairə və kvadrat. Deməli, bizim cavablarımız necə olmalıdır?
Üçbucaq, dairə və kvadrat. Baxırıq C cavabına. C cavabında 2 dairə var. Ümumiyyətlə bura diqqət eləmirik. B cavabında isə 2 üçbucaq verilib. Bu da düzgün cavab deyil. Çünki bizdən 2 üçbucaq soruşmur. Üçbucaq, dairə, kvadrat şəkilli rəsmi tamamlamalıyıq. Baxın, 2 üçbucaq yoxdur. B cavabı düzgün deyil. C cavabı 2 dairə yoxdur. Biz baxırıq A cavabına. Baxın, göz. Deməli, bizim hot dogumuzda, baxın, sasiskalı çörəyimizdə bir göz var, bir göz yoxdur. Baxın, kvadratdır və bir göz. Bu rəsim bura gedir, düzdürmü? Baxırıq indi dairəyə. Dairədə baxın, sasiskamızın bir qismi görünür. O da gedir ora. Baxın, mən siz üçün. Aha. Baxırıq üçbucağa. Üçbucaqda da baxın, sasikalı çörəyimizdən, yəni hot dogun, baxın, burada çıxan, bax, üzərinə pendir sosu tökülür. Baxın, sarı rəngdə pendir sosu görünür. Bu da gedir bu hissəyə. Yəni, bu hissələri qoysaq, şəklimiz tamamlanmış olacaq. Doğru cavab A-dır. Keçid edirik 8-ciyə. 8-ci tapşırıqda rəngli qabımızın alt hissəsi, oxlumuzun ucu hissəsi, baxın, hələ ki uyğun gedir. Rəsmlərə diqqət yetirsək, istiqamətlərinə də mütləq şəkildə diqqət eləməliyik. Baxın, B variantına. B variantda görürsünüz necədir istiqamət. Bizdən şəkillə üzbəyüz dayandıqda sol aşağı küncü soruşur oxlu olan rəsmdə, düzdürmü? Burada isə görürsünüz oxlunun əksidir. Bu deyil. Deməli, baxırıq çaynikimizin qapaq hissəsi. Baxın, burada var. Qazanımızın da qapaq hissəsi. Görürsünüz, burada var. Doğru cavab elə göz önündədir. İlk gözə çarpır. A cavab doğru cavabdır. Birinci tapşırıq. Birinci rəsimdə deməli, diqqətlə baxanda görünür ki, bir günəş, baxın, səmada bir günəş rəsmidir. Bir oğlandır və burada da bir nəfərin əli uzanır. Deməli, bu da digər dostudur. Günəşimizin deməli, gözləri və təbəssüm edən bir üzü olmalıdır. Baxırıq, günəşimizin digər bizdən soruşan qisminə. Əvvəl kənarların çıxıntılarına baxırıq. 1, 2, 3. Bax, biz bu rəsmi bura qoysaq, həm kənarlar olaraq uyğun gəlir, baxın, həm də günəşimizi, baxın, tamamlamış olur. Günəşimizi tamamlayan, əgər bu şəkli qoysaq, uyğun deyil. Kənarlar olaraq uyğundur, lakin burada günəş tam görünür. Bizdə isə günəşin bir qismini verib, bir qismini verməyib. Deməli, bu deyil. Burada da qoya bilməli, çünki kənarda qalmış olar. Bizim günəşimiz yenə yarımçıq olar. A cavabımızdakı bu rəsm bura uyğundur. İndi digərinə baxaq. Oğlanın saçları, baxın, əlinin biri burada, digəri o tərəfdə sevinir. Baxın, deməli, bu rəsmdə uyğun gəlir. Həmçinin kənarları da, baxın, bu boşluqları tamamlayır. Üçüncü isə, baxın, yenə kənarlar. Burada da qızın üzüdür, gözləri, burnu, ağzı tamamlanmış olur. Deməli, doğru cavab A-dır. Həm A cavabı ilə günəşimiz, həm oğlanımız, həm də onun dostu olan qız tamamlanmış olur. Doğru cavab A-dır. Keçid edirik ikinciyə. İkincidə bizə belə bir rəsm vermişdir və bunu tamamlamağı bizdən soruşur. Baxırıq ilk öncə orta, rəsmin ortasına.
Deməli, burada küncdə bir göz görünür. Baxın, küncdə. Deməli, burada göz olmalıdır. Orta hissə olduğu üçün mütləq şəkildə burada nə olmalıdır? 2 göz, burun və təbəssüm eləyən bir ağız olmalıdır. Biz də cavablara baxırıq. 2 göz. 2 göz bir B cavabında var, bir C cavabında var. Biz A cavabına artıq baxırıq. Geriyə qalan 2 cavaba baxırıq. B cavabı. 2 gözü tapdıq. İndi baxırıq ilk rəsmə. Deməli, yuxarı hissəsinə bizə nə lazımdır? Yuxarıdan. Bəli, bu günəşə bənzəyən bu rəsmin üst qismində belə bir tamamlanan, baxın, bunlar kimi, ətrafdakı bunlar kimi tamamlanan bir rəsm olmalıdır. Baxın. Belə bir rəsm. Baxırıq cavablara. Aha, biz A cavabına baxmırdıq. Çünki burada 2 göz yoxdur. B ilə C cavabı arasında qalmışdıq. Düzdür? Burada 2 göz var. Burada da var. İndi bizə bu çıxıntı var. Baxın, mən bunu bir də belə qeyd edeyim. Aha. Baxın, bu çıxıntını tamamlamaq üçün B variantında bu var. Deməli, artıq C-də bu olmadığı üçün C-yə də baxmırıq. Geriyə qalır B cavabı. Doğru cavab B-dir. Burada həm günəşimizin gözləri, həm bu çıxıntısı, həm digər çıxıntıların tamamlanması. Baxın. Görürsünüz? Həmçinin də bu hissə tamamlanmış olur. Doğru cavab B variantıdır. Keçid edirik 3-cü tapşırığa. 3-cü tapşırıqda bizə bir rəsm verib. Bu diş pastasıdır və bu da diş fırçasıdır. Bütün rəsmlərə diqqət eləsəz görərsiniz ki, 2 göz var. Deməli, yenə ortaya diqqət eləyirik. Baxın, bu hissəyə. Burada deməli 2 göz olmalıdır. Baxırıq cavablara. Hansı cavabda 2 göz var? Baxın, B-də var, A-da var. Lakin C-də yoxdur. Biz C-də var 1 göz. C cavabına baxmırıq. Davam eləyirik. 2 gözümüz var. Daha sonra fırçamızın, baxın, bu hissəsinə. Deməli, burada nələr olmalıdır? Şotkanı tamamlamaq üçün belə bir diş şotkamızın fırça hissəsi olmalıdır. Bir də bu kənar. Bura, baxın rəsmə. Həm də diş pastamızın bu kənar hissəsindən də bir qism burada olmalıdır. Baxın bu şəklə. A cavabında. Görürsünüz, həm diş şotkamızın bir qismi tamamlanır, həm də diş pastamızın. Bu şəkildə uyğundur. 2 göz kimi. Bu da. B variantında da eyni qaydada təkrarlanır. Baxın, bu 2 cavab uyğundur. Keçid edirik. Diqqət edirik. Diş pastamızın bu hissəsi yoxdur. Deməli, bizə lazım olacaq çəhrayı rəngdə və diş pastasını da şəkillə üzbəüz dayananda sağ hissəyə baxırıq. Baxın. Baxırıq A cavabına. A cavabında bəli, belə bir rəsm var. Biz bunu buraya yerləşdirsək, şəklimiz tamamlanmış olacaq. Həmçinin B cavabında da bu rəsm var. Aha, hələ ki eyni gedirik. İndi diqqət elədiyimiz məqam. Baxın aşağı. Diş fırçamızın aşağı hissəsinə. Görürsünüz bura. Baxın bu hissəyə. Həmçinin burada da diş pastasından da baxın kənarlara mütləq həmişə diqqət eləməliyik. Bir qism də həmçinin burada şəkildə olmalıdır. Baxın A cavabına. A cavabında diş fırçamızın bir qismini qeyd edib. O da düzgün qeyd eləməyib. Baxın şəkillə üzbəüz dayananda fırçanın aşağı hissəsi sağ küncdə olmalıdır. Sağ tərəfdə olmalıdır. Burada isə sol tərəfdədir. Bu uyğun deyil. Amma B cavabında baxın, həm fırçamızın aşağı hissəsi uyğundur, həm də diş pastamızın o kiçicik bir qismi yuxarı, şəkillə üzbəüz dayananda yuxarı sol küncdə olan rəsm olmalıdır. Deməli, doğru cavabımız
B-dir. Keçid edirik dördüncüyə. Dördüncüdə də yenə bizdən dairənin içərisində bir pələng rəsmi verib. İlk öncə diqqət edirik gözə. Baxırıq pələngimizin bir gözü tamamilə burada yoxdur. Digər gözdə yarımçıqdır. Baxırıq rəsmlərə. Aha. A cavabında ki 2 göz var. Baxın. B-də bir gözdür. Deməli B-yə ümumiyyətlə baxmırıq. A cavabındakı 2 rəsm bu uyğun gəlir bura. C-də də bu rəsm uyğun gəlir bura. Keçid edirik. İkinci rəsmə baxırıq. Pələngimizin ön pəncələri yoxdur. Baxın. Əlləri yoxdur. Rəsmlərə baxırıq. Hansında əl var? Biz axı C ilə A arasında qalmışdıq. Baxırıq. C cavabında qulağı var və arxa pəncələri var. Deməli C-yə də baxmırıq. A-ya baxırıq. Bəli, ön pəncələr var. Baxın, ikinci rəsmdə ön pəncələr var. Deməli, ikinci rəsm də buranı tamamlayır. Birinci rəsm də buranı tamamlayır. Üçüncü rəsm də quyruq hissəni tamamlayır. Doğru cavabımız A-dır. Keçid edirik 5-ci tapşırığa. Baxırıq 5-ci tapşırığımıza. 5-ci tapşırıqda verilmiş rəsmdə ay qeyd olunub. Baxın, aydır. Və ayın üzərində bir rəsm var. Onu tamamlasaq tam şəkildə bizə aydın olar. Baxırıq ayın hissəsinə. Baxın, aşağı hissədir, bu da yuxarı. Deməli, bura necə olmalıdır? Bəli, səma olmalıdır və ayımızı tamamlayan, baxın, belə bir qism olmalıdır. Belə bir hissə olmalıdır. Düzdürmü? Ki, bizim ayımızı tam şəkildə tamamlasın. Aha. A cavabına baxırıq. A cavabında ayımız tamamlanır. Kənar fiqurlar uyğun gəlir. Deməli, A cavabında ilk rəsm uyğundur. Keçid edirik ikinci rəsmə. Baxın kənarlara. Kənar düz olmalıdır. Baxın. Şəkillə üzbəüz dayananda, baxın, bu hissə düzdür. Deməli, rəsmlərə baxırıq. Düz olan hissə lazımdır. Daha sonra isə kənarlar 3 dənə çıxıntı olan kənar olmalıdır. Baxın, eyni A-dakı kimi. Kənar düzdür. Deməli, burada ayın üzərində bir qız uzanıb. Baxın, ayın üzərində bir qız uzanıb. Deməli, bu qızın simasıdır. Qaşı, gözü. Görürsünüz? Deməli, bu rəsmi tamamlayır. Bu isə bu rəsmi tamamlayır. Baxın, indi. Bu da digər hissədir. Yenə baxın, aşağı düz. Kənarlara baxın, mən çəkirəm düz. Rəsmdə də düzdür, görürsünüz, bəyaz olmalıdır. Rəngə də diqqət edirik. Çünki burada ağ buludlar üzərindədir. Baxın, buludlara ağ rəngdə. Bəli, burada ağdır. Görürsünüz. Daha sonra mavi səma, ayımız və qızımızın saçlarının da bir qismi buradadır. Baxın, doğru cavab A-dır. Keçirik 6-cıya. 6-cıda bizə bir dovşan rəsmi verilmişdir. Dovşanımızın bir gözü tamamdır. Burnu, baxın. Bu şəkil uyğun gəlir. Bura. Daha sonra baxırıq dovşanımızın, deməli, ayağının biri var, digəri yoxdur. Bu ayaq da yaşıllıq üzərində olmalıdır. Baxın, buralar yaşıl otlardır. Biz elə ayaq tapmalıyıq ki, uyğun olsun. Baxın, C cavabındakı rəsm uyğundur, lakin burada dovşanımızın gözü yoxdur. Görürsünüz?
Ona görə bu cərgəyə baxmırıq. Biz davam edirik. Dovşanımızın qulaqları yerində olduğu üçün biz B cavabına da baxmırıq. Biz A cavabı ilə davam edirik. Dovşanımızın ayağı, görürsünüz, bura uyğundur. Bu da dovşanımızın yanında olan, dovşanımızın da gözünün altındaki o bir qisim hissə, burada küncdə, bizdən soruşan hissədə, yəni bax bu hissədə sol tərəf şəkillə üzbəüz dayandıqda sol küncdə baxın, burada kiçik bir dovşanımızdan bir hissə var və kəpənəkdir. Deməli, bu rəsmdə puzzle'ımızda bu hissəyə aiddir. Doğru cavab A'dır. Keçid edirik 7-ciyə. 7-cidə bizdə rəsmdə verib pomidor, bibər, kələm və çiyələk. Yenə diqqət edirik, içərisində fiqurlar var. Rənglərə diqqət edirik. Deməli, bizə nə lazım olacaq? 3 bucaq. Nə rəngdə 3 bucaq? Sarı 3 bucaq. Düzdür. Baxırıq cavablarımıza. Sarı 3 bucaq A və C cavabında var. Artıq B-yə baxmırıq. Keçirik. Kələm. Kələmin ortasında kvadrat var. Kələmimiz yaşıl rəngdədir. Deməli, kvadratımız mütləq yaşıl olmalıdır. Baxırıq A cavabına. Bəli, yaşıl rəngdə kvadratımız var. C cavabında yaşıl rəngdə kvadratımız var. Baxırıq çiyələyə. Çiyələyin içərisində 1, 2, 3, 4, 5 güşəli ulduzumuz var. Qırmızı rəngdə 5 güşəli ulduzumuz var. Cavablara baxırıq. A, bəli, C cavabında ulduzumuz 5 güşəlidir. Baxın, rəsmə uyğun. Lakin A cavabında dairədir. Bizdən dairəni soruşmur. Ona görə A-da düzgün cavab deyil. Düzgün cavab C-dir. Kvadrat, 3 bucaq və 5 güşəli ulduzumuz. Keçid edirik 8-ci tapşırığa. 8-ci tapşırıqda bizdə qabın içində bir torta bənzər bir şirniyyat rəsmi qeyd olunmuşdur və bunu tamamlamağı bizdən istəyir. Gəlin indi bu şəkli tamamlayaq. Deməli, baxırıq bura, deməli, kənara baxırıq. Deməli, biz elə bir şəkil seçməliyik ki, baxın, bu kənar hissə, baxın, mən özüm belə qaralayıram ki, diqqətiniz düz olmalıdır. Baxın, A cavabına. A cavabında, baxın, yarpağımızın bir qismi buradadır. Baxın, C cavabında yarpağa tamdır. Amma bizdə yarımçıqdır. Deməli, A variantındakı rəsim, ilk rəsim. Baxın, bura uyğundur. Həm yarpağımız tamamlanır, həm də qabımızın içərisindəki torta bənzər şirniyyatımız tamamlanmış olur. Üzərindəki moruqdur. Keçid edirik ikinciyə. Görürsünüz, yenə kənar düz 3 dənə. Baxın, belə çıxıntılar var. Baxırıq, kənar düz 3 çıxıntı. Təbii ki, istiqamət də mütləq önəmlidir şəkilə baxanda. Baxın, puzzle-a şəkillə üzbəüz dayananda şəklin istiqaməti soldan sağa doğru gedir. Baxın, burada sağdan sola doğrudur. Düzgün deyil. Biz bu rəsmi bura qoya bilmərik. Ona görə baxırıq A cavabına. Bəli, həm rəsim tamamlanır, baxın, həm də istiqamət doğru verilib. Keçid edirik qabımızın alt qisminə. Yenə aşağı düzdür, 3 çıxıntı. Bəli, aşağı düzdür, ağ şəkillidir. 3 çıxıntı var və mavi yerindədir. Bu da çəhrayı yerindədir. Doğru cavabımız A'dır. Rəsmləri yerinə qoyular, puzzle'ımız tamamlanmış olur. Birinci rəsmdə bizdən 2 hissəni tamamlamağımızı soruşur. 2 hissəni tamamlamağımızı soruşur. Demək, rəsmdə bir ceyran. Rəsmə baxanda görünür ki, bu bir ceyrandır. Ceyranımızın deməli bir gözü var, digər gözü yoxdur. Deməli, biz rəsmlərdə nə axtaracağıq? Ceyranımızın bir gözünü və qulağının da bir hissəsini.
Baxırıq. Deməli, A cavabına burada gözü var, bəli. B cavabında gözü də var, boynu da var. Bizdən onları soruşmur, B-yə baxmırıq. C cavabında isə göz var. İndi biz keçid edirik digərinə. Biz baxırıq ceyranımızın harası. Burada yaşıl çəmənliklər üzərində. Demək, ön ayağının bir qismi və arxa ayağında bir qismi gəlib burada birləşir çəmənlikdə. Diqqət etsək görərik ki, ön hissə ayağı və arxa hissəsi də ayağından burada qeyd olunur. Baxın ikinci rəsmə. Burada ön ayaqdır. Burada da ola bilər şəkildə aydın görməyəsiniz. Amma kitabda baxsaq 27-ci səhifəyə görəcəksiniz. Burada da ikinci ayağı qeyd olunub. Doğru cavab A-dır. C cavabı ona görə ola bilməz ki. Burada göz tam şəkildə verilib. Amma rəsmdə yarısı var, yarısı yoxdur. Deməli, bizə tam şəkildə olan cavab uyğun deyil. Ona görə də C variantına baxmırıq. Doğru cavab A-dır. Keçid edirik ikinci tapşırığa. Burada bizə deməli fil rəsmi verilmişdir. Filin baxın bir gözü var, digər gözü yoxdur. Rəsmlərə baxırıq. Görürük ki, C cavabında artıq göz var. Baxın, elə doğru cavab da C-dir. Çünki A cavabında gözün kiçik bir qismi var, lakin filimizin ayaq hissələri yoxdur. Ona görə A-ya baxmırıq. Doğru cavab C-dir. Keçid edirik üçüncü tapşırığa. Deməli, itimizin evidir. Tamamlamalıyıq. İtimizin özüdür. Baxırıq, deməli, tapşırığa. İtin evidir. Evinin ön hissəsidir. Baxın. Gəlin ilk öncə itimizi tamamlayaq. İtimizin deməli burada gözü görünmür. Deməli göz olmalıdır. Baxırıq cavablarda. Bəli, C cavabında itimizin gözü var. Qulağından bir qism var. Baxın, itimiz əyləşib. Arxa hissəsi, quyruq hissəsi var. Baxın, burada da yenə quyruq hissəsi var. Baxın, bu rəsm bura uyğundur. Gözü də bura uyğundur. Burada deməli geriyə qalan itimizin evidir. Evinin girəcəyinin önündəki su qapısıdır. Baxın, doğru cavab C cavabıdır. Keçid edirik dördüncü tapşırığa. Dördüncü tapşırıqda belə bir rəsm verib. Burada baxırıq. Deməli bir kimsə burada hoppanır, sevinir, ayaqlarıdır, bədənidir. Nəyi yoxdur? Bəli, baş hissəsi yoxdur. Deməli, biz onun başını tamamlamalıyıq. Şəkillərə baxırıq. Aha, burada baş hissə var. B cavabında baxın, baş hissə var. Deməli, bu oğlandır. Burada sevinir, hoppanır. Digər rəsmdə isə oğlanın ayaqları var. Bədən hissəsi. Baxın, oğlanın ayaqları var. Bədən hissəsindən də baş hissəsi burada görürsünüz yoxdur. Bədəninin üzərində tamamlayan. Baxın. Burada da rəsmdə deməli oğlanın başı var. Baxın, görürsünüz rəsmdə. Bunu da bura yerləşdirsək tamamlanmış olur. Bu da digər oğlanın baş hissəsidir. İndi orta şəklə baxırıq. Orta şəkildə görürük ki, siz kitaba baxsaz daha diqqətlə görərsiniz. Ola bilər şəkildə izahda yaxşı görünməsin. Deməli, burada da deməli oğlanın papaq hissəsidir. Başından bir qismdir. Burada kiçik gözü var. Göz və qaşı var. Tamamlamaq üçün görürsünüz, burada oğlanın rəsmi var. Baxın, bədənidir, əlləridir. Deməli, bu cavab da bura uyğundur. Doğru cavabımız B-dir. Mütləq şəkildə kitabda 27-ci səhifəyə 4-cü tapşırığa mütləq baxın. Daha aydın görmüş olacaqsınız. Keçid edirik 5-ci tapşırığa. Burada yenə dairə içərisində bir dovşan şəkli qeyd olunub. Dovşanı tamamlamağımızı istəyib. Dovşanda deməli
İlk öncə baxırıq. Bir gözü var, yarımçıq, digər gözü yoxdur. Biz tapmalıyıq. Dovşanımızın deməli iki gözü, bir gözünün yarısı, bir də digər gözü var. A cavabında, C cavabında da bu eyni şəkil görürsüz qeyd olunub. B-də yoxdur. Biz artıq B cavabına baxmırıq, bizi çaşdırmasın. Deməli, bu rəsm uyğundur bu hissəyə, bu rəsm də uyğundur bu hissəyə. Baxırıq digər rəsmə, dovşanımızın qulağına. Baxın, dovşanımızın bir qulağı var, yarımçıq. Deməli, dovşanımızın burada iki qulağı olmalıdır, düzdür? Baxırıq rəsmlərə, hansında iki qulaq var? Aha, B, C cavabımızda iki qulaq yoxdur. Deməli, C cavabımız uyğun deyil, ona baxmırıq. Diqqətimizi A cavabına yönəldirik. Baxırıq ki, burada bəli, baxın bu rəsmdə dovşanımızın iki qulağı da var. Deməli, bu rəsm bura uyğundur. Yerləşdiririk. Bu rəsmi bura yerləşdiririk. Bu rəsmi də bura yerləşdiririk. Doğru cavab A-dır. Keçirik 6-cı. 6-cı tapşırıqda bizə zebra verilmişdir. Zebranın üzünə baxırıq. Baxın, kvadrat şəklindədir. Quyruq hissəsi dairə. Aha, biz diqqət edirik. Deməli, biz nəyə baxacağıq? Kvadrat və dairəyə. Kvadratda nəyimiz çatışmır? Zebramızın bir gözü. Deməli, kvadratın içində mütləq şəkildə göz olmalıdır. Baxırıq cavablara. Burada göz yoxdur. Saça yaxın qaşdır. Göz olan kvadrat B variantındadır. Bəli, doğru cavab B-dir. Çünki kvadratımız gözdür. Dairəmizin içində isə zebramızın, görürsünüz, quyruq hissəsi tamamlanıb və quyruğun üstünə də nəsə qonub. Baxırıq ki, bəli, burada bir kəpənək var. Zebramız da quyruğuna qonan kəpənəyə çevrilərək baxır. Rəsmdə də baxır ki, quyruq burada. Quyruq tamamlanır. Görürsünüz, quyruq tamamlanır. Üzərində də kəpənək var. Doğru cavabımız B-dir. Keçid edirik 7-ci tapşırığa. 7-ci tapşırıqda da deməli binalardır. Binamızı tamamlayırıq. Baxın, ilk binamız qəhvəyi rəngdədir. Səma mütləq görünməlidir. Baxırıq. Qəhvəyi rəngli, bəli, bu rəsmdə uyğun gəlir. Bu rəsmdə uyğun gəlir ilk binamıza. Burada ikinci verildiyi üçün bura baxmırıq. Keçid edirik ikinciyə. İkincidə deməli boz rəngli binamızın aşağı hissəsidir. Baxırıq aşağı hissə tamamlanması üçün bizə nə lazımdır? Bir düz hissə, 3 çıxıntı ki, bir çıxıntı da demək, deməli baxırıq asfalt hissə olmalıdır. Baxırıq rəsmlərə 6 düz, 3 çıxıntılı. Aha, bu rəsmdir, bəli. Deməli asfaltdır, maşındır və boz rəngli binamızı tamamlayan hissədir. Baxın. Biz artıq buradan A cavabına da baxmırıq. Keçid edirik digərinə. Bizə kənarı düz, 3 çıxıntılı, həm boz binadan, həm burada qırmızı binadan bir hissə olan lazımdır. Artıq biz bilirik ki, C cavabında 2 şəkil uyğundur. Deməli, A ilə B-yə baxmırıq. Bu cavab da buranı tamamlayır. Doğru cavab C-dir. Keçid edirik 8-ci və sonuncu tapşırığa. Burada balaca kiçik bir pələng verilib. Deməli, bir gözü yoxdur. Biz baxırıq bir gözü olan rəsmlərə. Burada elə aydın görünür ki, A cavabı ilə B cavabında bir göz var, lakin istiqamətə baxırıq. Bir şəkillə üzbəüz dayandıqda gözümüz, deməli, baxın, pələngimizin gözü yuxarı sağ küncdə olmalıdır. A və B cavabındakı gözlərə baxırıq. Bizdə istiqamət olmalıdır, sağ şəkillə üzbəüz yanında sağdan sola. Lakin B cavabımızdakı göz soldan sağa doğrudur. Bizə sağdan sola lazım olduğu üçün hər bir kiçik detallara diqqət edirik. Baxın, A cavabında bu şəkildədir. Gördünüz? Qulağın bir qismini tamamlamağı bax, buradır.
Artıq buradan gözdən bilirik ki, B cavabı uyğun deyil, istiqamət başqadır. Burada gözlər 2 dənə yarımçıq verilib. Deməli, C cavabı da uyğun deyil. A cavabı uyğundur. Elə tək gözə diqqət eləsək, tapmış olaraq ki, istiqamət sağdan soladır şəkildə üzbəüz dayandıqda. Doğru cavab elə məhz 8-ci tapşırıqda A variantıdır. Öncəki tapşırıqları da eyni qayda ilə kanalımda video şəklində yayımlamışam, ətraflı izah etmişəm, tapşırıqları həll etmişik. Kanalıma göz atıb digər videoları da izləyə bilərsiniz. Bugünlük bu qədər. Yadınızda saxlayın, məntiqi sevmək uğura addım atmaqdır. Kanalımıza abunə olaraq pulsuz məntiq dərslərimizdən faydalana bilərsiniz. Hələlik, sağ olun.